Rəhbər Sabir Fondunun qeyri-hökumət təşkilatıdır da, səhv eləmirəmsə da. Belə bir təşkilatın təşəbbüsə qoşulması bizim monitor şöbəsini əlbəttə bizi çox sevindirir. Əslində bu məsələlər Sevinç xanım monitor mərkəzinin direktoru olundan başlamışdı ki, reklamlarda mətnlərin bunun fonetik normasının pozulması, leksik normasının ötülməsini. Burada bu təşəbbüsün irəli sürülməsini əlbəttə çox alqışlayırıq. Hər yerdə reklam şəhərin bəzəyidir. Həm bəzək kimi görünür, həm də milliliyin göstərmək istəyir. Şimdi biz elə təəssüf edirik ki, bizə bəzəkdən sabah dilimizdə qüsurların belə ciddi görkəmini bizi şəhərdə görürük. Məsələn, heç uzağa getməkdə, Gürcüstanda geçsəz, istənilən bir yazı öz milli dillərində çox böyük, ətraflı ki. Ancaq qalan dillərdə verilir. Məsələn, Yaponiyanın özünü xırda şriftlərlə verilir. Yəni, bu dilə olan məhəbbəti, dilə olan göstərici. İndi belə bir təşəbbüsdə sizin qatılmağınız bizi çox sevindirir və Dilçinin Üstünün nümayəndəsi kimi köhnə işlərim bugün burada davam edib və sizin təşkilatı, bir təşkilatı, adamları, jurnalistləri buraya yığıb gətirib toplaya bilir. Əlbəttə, bunlara bir dil yanğısı var. Güman edirlər ki, vaxt çox azdır. Həyəcan təbil çalmaq. Söhbət ondan yeri ki, indiki halda sizin burada toplaşmaq bizi çox sevindirir. Bir dəfə də belə bir söhbətimiz olmuşdu. Bizim dilçilərimiz xatırlayırlar. Bizi bir yüngülvari tənqid eləmişlər ki, biz sizə mesaj göndəririk, məsələlər göndəririk. Siz dilçinin institutları niyə siz bunları cavablandırmırsınız? Ancaq biz baxırıq, görürük ki, orada bizə ciddi iradlar da göstərilir, ciddi suallar da qoyulur. Baxırıq ki, hardan götürüblər? Azərbaycan dilinin konstitusiyasından. Burada bizim bəlkə götürüb cümlənin formasını dəyişir. Biz neynədir? Ən yaxşı olur. Biz heç vaxt istəmərik ki, kimləsə münasibəti pozaq. Azərnews, talih şahsı vardır. Biz onu da, dostlarını da, kim də tanıyırsa, hamısını dəvət elədik bura. Onda onlar buraya gəldilər, gördülər ki, burada yaxşı alimlər də var, dili sevənlər də var. Və o vaxtdan sonra biz onlarla dost olmuşuq. Bizim bütün tədbirləri işıqlandırılır. Və eyni zamanda sizi doğmadan kimi görürəm ki, siz dilin təəssübünü çəkən adamlarsınız. İndi bilmirəm ixtisassız nədir ki, birazdan tanış olacaq. Hər halda sizin gəlişinizi alqışlayırıq və iclasımıza başlamaq üçün söz verək Sevinç Əliyevəyə, professor. Biz çox istəyirdik ki, elə bu tədbirdə də açılış nitqinə siz iştirak edəsiniz. Çünki sizin elə tədqiqatlarınız, sizin Azərbaycan dilinin qorunmasına bağlı fəaliyyətiniz və Dilçilik İnstitutunda aparılan işlər əlbəttə ki, hamımızı həm sevindirir, həm də ki, elə bu dillə bağlı işlərdə gecikirik, dillə bağlı çoxlu problemlər var. Siz hara baxırsınız ki, suallara da vaxtında və yetərincə kifayət qədər cavab verməyə bir əsasdır. Bizim tədbirlərimizin sırasında təbii ki, bu tədbir Dilçilik İnstitutunda, Azərbaycan Dillər Akademiyasının Nasional Dilçilik İnstitutunda ilk tədbirdir. Təşəkkür edirəm tədbirin iştirakçılarına və bilirsiniz ki, bizim fəaliyyətimiz bizim üçün həmişə forma dəyişə bilər. Məzmun eynidir. Harda olsaq da Azərbaycan dilinin qorunması, dilimizin düzgün tətbiqi və bu məsələlərə öz töhfəmizi vermək başlıca məqsədimizdir. Dilimizdə bugün nitqlərimizdə kifayət qədər problemlər var və hörmətli Nadir müəllim qeyd etdiyi kimi reklamlar biz Azərbaycan dilini çox sevirik, Azərbaycan dilinə ürəkdən bağlıyıq, vurğunuq deyəndə reklamlarımız sanki bizdən əvvəl danışır və Azərbaycanımıza, bugün müstəqil Qarabağlı bütöv Azərbaycanımıza qədəm qoyan hər bir kəsin dilimizə heyranlığını bildirməsi, təəssüf edirəm ki, reklamlarımızda bir qədər durğunluqla bizim bu məsələni qarşılamamıza birbaşa rəvaçdır və biz reklamlarla bağlı əvvəlki işlərimizdə də bizim çox böyük bir tədbirimiz oldu. Orada da əlaqədar qurumların nümayəndələri iştirak edirlər. Orada da biz bildirdik ki, biz Azərbaycan dilinin tətbiqində geri qalırıq. Bu gözəl dilin, bu zəngin dilin düzgün tətbiqi təbii ki, reklamlarda özünü doğrultmur. Və burada da 9 aprel 2013-cü il tarixli Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramının müvafiq bəndində göstərildiyi kimi qeyri-hökumət təşkilatları ilə birgə dərmi masaların, müzakirələrin keçirilməsi bir bənd kimi qoyulur, qarşıya qoyulur və burada da əslində qeyri-hökumət təşkilatlarının da bir neçə təşkilatla biz mütəmadi olaraq bu işləri görürük, işlərimiz sırasındadır. Bu məsələyə Azərbaycan dilinin qorunması ilə bağlı, Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı hər hansı bir layihəni aparması və mən hörmətli Fuad müəllimin də simasında gördüm ki, Fuad müəllim nə qədər əvvəlki tədbirimizdə də, əvvəlki daha doğrusu layihəmizdə də, bu layihənin icrasında da nə qədər böyük məsuliyyətlə bu işə yanaşır, dilə sevgi ilə bu işə yanaşır və elə əslində
hər üç qurumun burada nümayəndələrinin müvafiq olaraq ekspertin iştirakı da bunu deməyə əsas verir ki, əslində hamımız bu işdə narahatdır, hamımız bu işdə narahat olmalıyıq. Və Bakı şəhərindəki açıq məkan reklamlarında, media subyektlərində Azərbaycan televiziyası, Azimüs Az və Səs qəzetində monitorinqlərin aparılmasını isə mən alqışlayıram. Mən hörmətli Rövşən müəllimin yəni Azərbaycan televiziyasında İctimai Şuranın üzvü kimi də deyə bilərəm ki, Rövşən müəllim həmişə birinci növbədə monitorinqlərin və təkliflərin Azərbaycan televiziyasında başlamağının tərəfdarıdır. Hər dəfə də biz o qeydlərimizi müvafiq olaraq istər sözün düzü verilişində televiziyalar, məsələn, mən birinci dəfə görürəm ki, insan özü istəyir ki, birinci növbədə Azərbaycan televiziyasından başlayır. Bizim aparıcılarımızın nitqlərini monitorinq edin və bizim monitorinqlərimizin də birbaşa təsirində görmüşəm ki, hətta bəzi aparıcılar, biz təbii ki, biz həmişə deyirik ki, heç bir subyekt, soyad, ad bizi maraqlandırmır. Bizi maraqlandıran istənilən sahədə dilimizin qorunmasıdır və istənilən sahədə dilin düzgün tətbiqinə nəzarət etməkdir. Hiss olmalıdır ki, bu dilin tətbiqinə nəzarət edən qurum var, insanlar var, şöbələr var və hamılıqla biz bu işin keşiyində dayanmalıyıq. Rövşən müəllim də hər dəfə deyir ki, mən sizin qeydlərinizi gözləyirəm, siz aparıcılarınızın nitqi, mən arzu edirəm ki, həmişə mükəmməl olsun, səlis olsun və buna görə də biz həmişə əvvəlki illərdə monitorinq aparanda bizə sual verilirdi ki, nəyə görə dövlət televiziyaları monitorinqə cəlb olunmur? Biz isə son illərdə artıq bütün fəaliyyətimizlə buna cavab verdik ki, bizim üçün dövlət qəzetləri, dövlət televiziyaları və əslində elə hər bir şey qurumlarla, məsələn, dövlət qurumlarında keçirdiyimiz təlimlər, dövlət qurumlarından gələn ilk növbədə cavablar bizi sevindirir ki, hər bir qurum, hər bir vətəndaş Azərbaycan dilində mükəmməl danışmaq istəyir, düzgün yazmaq istəyir və bu bizi çox sevindirir. Ona görə də Azərbaycan televiziyasında da əməkdaşların nitqlərinin, yazıların monitorinqə cəlb olması, eləcə də Səs qəzetində və biz bir məsələdə bizə maraqlıdır ki, biz dəfələrlə qəzetlərdə, reklamlarda, müxtəlif saytlarda bu monitorinqləri aparanda əvvəllər bu düzgün bəzən qarşılanmırdı. Elə bilirdilər ki, biz hər hansı bir tutaq ki, saytı, qəzeti subyektiv şəkildə məsələyə yanaşırıq və tənqid edirik. Amma sonraki fəaliyyətimizdə gördülər ki, bizim üçün dediyimiz kimi, hətta dublyajlarda aparılan monitorinqlərin nəticələrinə əsasən, məsələn, biz fəxrlə, qürurla deyə bilərik ki, kifayət qədər düzəlişlər var. Dublaj mütəxəssisləri, təlimçilər və bu prosesdə bizə yaxından kömək edən insanlar, hətta tərcümə prosesində artıq biz o kifayət qədər düzəlişlərə biz onu görürük, onun şahidiyik və mən buna görə bu işlər bizə yaxından dəstək olan insanlara təşəkkürümü bildirirəm. Çünki bu bizim ümumilikdə görəcəyimiz işdir. Nə qədər ki dil var, onun tətbiqində də fərqliliklər ola bilər. Nitqlər fərqlidir. Biz həmişə deyirik ki, dilimiz gözəldir, zəngindir, o toxunulmazdır. Qaydalarımız gözəldir, qanunlarımız gözəldir və bir türkoloq kimi deyə bilərəm ki, Azərbaycan dili hətta eyni dil ailəsində olan bütün türk dillərindən, qonşu türk dillərindən daha zəngindir, daha mükəmməldir və biz bu dildə danışmağımızla sadəcə fəxr etsək, bu bizə kifayət edə bilər. Amma necə danışmağımızla səlis, düzgün, qaydalara uyğun olaraq, orfoepiya normalarına uyğun olaraq düzgün danışmalıyıq, düzgün yazmalıyıq və həmişə nümunə olmağı bacarmalıyıq. Mən istəyərdim ki, Fuad müəllim də öz çıxışını etsin və sonra hörmətli Gülarə xanım da Fərdə xanım da danışacaq. Amma mən istəyərdim ki, Fərdə xanım biraz müşahidələrini aparsın və özünün Gülarə xanım da çıxışından sonra bu iş necə yerinə etdirir burada, ilk olaraq biz nələrə diqqət etmişik və hamımızı maraqlandıran məsələlər dil faktlarıdır, nitq faktlarıdır ki, onu da hörmətli Gülarə ekspertimiz olaraq Gülarə xanım təqdim edəcək. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ ol Sevinç xanım. Sizin sözünüzə qüvvət eyni proseslə biz rastlanırıq. Bizdə birisi də dilçinizdə qısa bir müddətdə nitq məiyyəti və monitorinq şöbəsi başladı. Bizim hörmətli Amaşov Xalq qəzetinin baş redaktoru günlərin bir günü mənə zəng vurdu və deyir ki, mən axşamlar öz qəzetimi oxuyanda hərdən çaşıb qalıram. Bu söz belə mi yazılır, düzmü? Və sizdən xahiş edirəm. Bir dostyana gəlin bizim qəzetlərə verək sizə bir aylıq qəzeti. Siz onu monitorinq edin. Doğrudan da xeyli ki ortaya çıxdığı, sonra müzakirələr oldu, bir yaxşı bir təəssürat yaratdı. İndi Rövşən müəllim də dövlət qəzetləri toxunulmaz deyəndə düzgün. Görürsünüz ki, dövlət televiziyası özü dəvəti. Bu çox yaxşı aldı. Təşəkkür edirəm. Buyurun Fatma. Çox sağ olun, hörmətli Nadir müəllim, salimlər, həmkarlarım. Təşəkkür edirəm. Belə bir tədbirin dəyirməsən. Təşkilinə görə Biz daha müntəzəm edəcəyik bundan. Bəli, biz bundan əvvəl də elə Sevinç xanım ilə yəni bu təşkilatla birgə işləmişik
və o fəaliyyətin davamıdır. Və bu fəaliyyət əslində bu Cənab Prezidentin o məlum dediyi, Hüseyin Xan dediyi proqramda qeyd olunduğu kimi, vətəndaş cəmiyyəti qeyri-hökumət təşkilatının bircə fəaliyyətinin bir nümunəsidir. Əslində bu gün biz vətəndaş cəmiyyəti olaraq indi təkcə Sabir Fondunun bu layihəsidir, amma eyni zamanda mənim həmkarlarım da həmişə bizim mediada bu məsələlərlə bağlı çıxış edirik. Amma konkret bu layihə Sabir gözü ilə media və reklamlarda. Yəni bu dəfə Sabir gözlə, gələn dəfə başqa layihə olur. Müxtəlif formalarda. Daimi bu belə gedir. Yox, hər dəfə indi bu Sabir Fondunun layihəsidir deyə Sabir gözü ilə bu reklam və media və reklamlara bir Sabir gözü ilə baxış. Yəni Sabir gözü ilə media və reklamlarda dil pozuntularına tənqidi baxış, monitoring, QT-lər Dövlət Dəstək Agentliyi maliyyə yardımı ilə icra olunan bu layihə. İndi bu dilçi alimlərin yanında mənim oturub dildən, qüsurdan danışmağım biraz düz gəlməz, amma mən layihə haqqında məlumat verim ki, yəni layihənin 3 aylıq layihədir, may, iyun, iyul ayında layihənin məqsədi odur ki, dil qüsurlarını aşkar etmək, təbliğ etmək və dil standartlarına bunu qiymətləndirməkdir. Bunun da qiymətləndirmənin ən gözəl yolu biz düşündüyük kimi monitoringdir. Monitoringində bu aidiyyatı şöbə, institut şöbə aparır deyə biz sifariş olaraq verdik və bir ay müddətində mayın 1-dən 30-una kimi belə bir monitoring aparılıb. Çox mükəmməl işdir. Yəni bundan bax bu 3 deyək ki, media subyekti və açıq məkanlarda indi yüzlərlə orada reklamlar olur və bütün bunun simasında əslində bunlar bir aynadır. Biz bunu 3 medianın və bu digər açıq məkandakı reklamların simasında biz bütün o şəhərimizdəki o reklam dediyimiz o mənzərəni, dil mənzərəni, yəni reklamların belə deyək də şəhərimizin ümumiyyətlə dil mənzərəsi, Azərbaycan dilinin mənzərəsinin pozulması hər halda yaxşı hal deyil. Biz əslində bu layihə həm də bir çağırış xarakteridir. Həm həmkarlarıma, həm də reklam istehsalçılarına bir çağırışdır ki, yəni bu sahəyə qarşı bir həssas olsun. Çünki həm də ümumiyyətlə bu dil hamımızın dilidir, milli mənəvi sərvətimizdir və əslində bu məsələyə bütün cəmiyyətimiz qoşulmalıdır. Cəmiyyət bu məsələyə öz etirazını bildirməlidir. Çünki siz deyən kimi başqa ölkələrdə ümumiyyətlə, məsələn Polşada ümumiyyətlə heç bir reklam başqa dillədir, ancaq polyak dilindədir. Amma məsələn bəzi ölkələrdə ola bilər indi hansısa dildə. Bizdə əksinədir. Bizdə əksinədir, hə. Və bu monitorinqdə də bu əksini tapıb mən fürsətdən istifadə edib monitorinq qrupuna, Sevinç xanıma, Gülara xanıma və digər monitorinq qrupunun üzvlərinə təşəkkür edirəm ki, belə bir mükəmməl iş qoyublar ortaya. Yəni biz bunu indi aidiyyatı qurumlara, digər aidiyyatı qurumlara, media soruşmaq istəyirəm. Bax bir bu qədər əziyyət çəkir. Bəli, bu göndəriləcək. Dövlət reklam nəticəsi necə olacaq bu? Nəticəsi kiməsə təsir edə biləcəksiniz? Bizim məqsədimiz odur ki, biz bunu ictimai müzakirəsinə çıxardaq. İndi layihə çərçivəsində radio çıxışlar gedir. Biz o günləri Gülara xanımla belə bir radioda olduq. Bu məsələni müzakirə elədik. 2 radio verilişimiz var layihə çərçivəsində belə ictimai müzakirə kimi. Eyni zamanda 2 televiziyada bu məsələ müzakirə olunur. Bir də yazılar, mediada bu mövzuda yazılar yazılır, çağırış xarakterli yazılar yazılır. Yəni bu məsələyə media və reklamda dil qüsurlarına həssas yanaşılsın. Ayrıca layihə bitəndən sonra bunu aidiyyatı qurumuna, Dövlət Reklam Agentliyinə, Mətbuat Şurasına, Media Agentliyinə və digər aidiyyatı qurumlara biz bunu göndərəcəyik ki, elə monitoring olan qurumların özlərinə də göndərəcəyik ki, yəni öz səhvlərini belə deyək də bir gözlərinə kənardan baxa bilsinlər də. Mənim deyəcəklərim bu qədər. Bir daha hər kəsə təşəkkür edirəm. Xüsusən də sizə minnətdaram ki, belə bir şərait yaratdınız. Mətbuat Şurası adından, idarə heyəti adından hər birinizi salamlayıram və əlbəttə ki, Mətbuat Şurası olaraq biz bu layihələri alqışlayırıq. Azərbaycan Mətbuat Şurası olaraq biz hər zaman ana dilimizin saflığının, ifadə zənginliyinin və qaydalarının qorunmasının tərəfdarı olmuşuq. Şura müxtəlif illərdə kütləvi informasiya vasitələrində ədəbi dil normalarının əməl olunması ilə bağlı davamlı monitorinqlər aparıb, monitorinqlərin nəticələrinin ictimai müzakirəsini təşkil edib, monitorinqlərdə əsasən qrammatik və leksik pozuntulara diqqət yetirilib. Xüsusən üslub pozuntularının üzərində də dayanılıb. Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının 5-ci prinsipinin 5.7-ci bəndində deyilir ki, jurnalist yazılarında vulqar ifadələrin, jargonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunmasının saxlanmasına da çalışmalıdır. Şura monitoring prosesində bu müddəanı da nəzərə alıb, çünki mətbuat və media hər şeydən əvvəl dil hadisəsidir. Məlumat üçün bildirim ki, Mətbuat Şurasının başlıca missiyası
və missiyası müxtəlif vətəndaş qruplarının media fəaliyyətinə dair şikayətlərin araşdırılmasından ibarətdir. Doğrudur, şikayətlər bilavasitə dil pozuntuları ilə bağlı olmur. Mövcud kontekstdə fəaliyyəti narazılıq doğurmuş media orqanlarının eyni zamanda Azərbaycan dilinə də hörmətsizlik hallarını müəyyənləşdiririk. Xüsusən də tənqid hədəflərinə münasibətdə jargonların və ara sözlərinin işlədilməsi halları narahatlıq doğurur. Mətbuat Şurası bununla bağlı da öz tövsiyələrini çatdırır. Reklam mətnlərində dilin düzgün işlədilməsi, qrammatik qaydalara əməl olunması, yad və mənasız ifadələrin qarşısının alınmasında gəldikdə hesab edirik ki, bu da son dərəcə vacibdir. Təəssüf ki, mövcud sahədəki durum o qədər də ürəkaçan deyil. Ona görə də belə monitorinq layihələrini alqışlayırıq və hesab edirik ki, bu cür təşəbbüslər dilə qayğı və ictimai məsuliyyətin göstəricisidir. Nəzərə alaq ki, monitorinqlər yalnız problemi göstərmək üçün deyil, həm də onun həlli yollarını tapmaq üçün çox önəmlidir. Onu da nəzərə alaq ki, dil milli kimliyimizin əsas dayaqlarından biridir. Onun qorunması hər birimizin borcudur. Bu baxımdan belə təşəbbüsləri dəstəkləyir, davamlı olmasını arzulayırıq. Eyni zamanda media və reklam sahəsində çalışan şəxslərin dil məsuliyyəti daşıdıqları unudulmamalıdır. Onlar geniş auditoriyaya təsir etdikləri üçün dil normalarına riayət etməli, ana dilini təbliğ etməli və cəmiyyətin dil zövqünü formalaşdırmağa yardımcı olmalıdırlar. Diqqətinizə görə təşəkkür edirəm və bir daha deyim ki, Fuad müəllim, bu layihəni alqışlayırıq və Mətbuat Şurası olaraq da bu layihədə hər zaman yanınızdayıq. Təşəkkür edirəm. Mən də qonaqlarımızı salamlayıram, həmkarlarımızı, çox dəyərli həmkarlarımızın adından hər birinizi salamlayıram. Bəli, bugün biz media və açıq məkan reklamlarının monitorinqi nəticələrinə həsr olunmuş bir tədbirdəyik. Biz bundan əvvəl də açıq məkan reklamlarla bağlı çox geniş bir tədbir keçirmişdik və onun nəticələri də bir kitab halında ictimaiyyətə çatdırılmışdır. Bəli, Azərbaycan dili bizim ən böyük milli sərvətimizdir. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bəlkə də ən başlıca amillərdən biri, onun xalqın milliliyinin sübutu olan ən başlıca amillərdən biri də Azərbaycan dilidir. Odur ki, biz hər birimiz, hər bir Azərbaycanlı dil daşıyıcısı, hər bir soydaşımız bu dili göz bəbəyi kimi qorumalıdır. Çünki bizim ata-babalarımız əsrlərin sınağından üzü ağ, alnı açıq bu dili qoruyub bizə ərmağan gətirmişlər və onu qorumaq, inkişaf etdirmək və ona daim qayğı göstərmək hər birimizin müqəddəs borcudur. Bugün media və açıq məkan reklamları üzərində apardığımız monitorinqlər nəticəsinə əsasən təəssüflə qeyd etmək istəyirəm ki, dilimizə biganə münasibəti bizi çox incidir. Dilimizə olan bu laqeyd münasibət hərdən fikirləşirsən ki, bu hardan qaynaqlanır? Məgər bu dil, biz xatırlayaq ki, Sovet dövründə yaşamış insanlar bilir ki, o dövrün məhdudiyyətlərinə baxmayaraq ziyalılarımız hər vəclə bu dili qorumağa çalışmışlar. Jurnalistik fəaliyyəti ilə yanaşı hər sözün, hər kəlmənin işləmə məqamına xüsusi diqqət yetirmişdir. Amma bugün mediada, televiziya aparıcılarının nitqində öz Azərbaycan dilini sanki ata malı kimi istifadə etmələri, əlbəttə ki, biz bu işə biganə qalmamalıyıq. Yəni, burada tək dilçilərin münasibətindən getmir, burada media mənsublarının münasibətindən getmir. Burada ümumi olaraq bir Azərbaycanlı kimi biz öz dilimizə sahib çıxmalıyıq, öz dilimizə biganə olmamalıyıq. Bəzən biz indi açıq məkan reklamlarından nümunələri səsləndirəcəm. Amma biz sözün düzü verilişində də dəfələrlə nümunələri ekranlara gətirərək qeyd edirik. Məsələn, xüsusilə bax, burada iştirak edən hər birimiz gündəlik olaraq biz ictimai yaşayış obyektlərindən, marketlərdən istifadə edirik və yəqin ki, siz hər biriniz o marketlərdə olan, yarlıqlarda olan Azərbaycan dilinin acınacaqlı vəziyyətini görürsünüz. Amma hansımız münasibət bildiririk? Hansı birimiz yaxınlaşıb deyirik ki, siz burada göbələk sözünü göbələk yazmışsınız, düyü sözünü duyu yazmışsınız. Niyə biz susuruq? Niyə biz münasibət bildirmirik? Axı, bu bizim dilimizdir. Bu dilin sahibi bizik. İndi biz buna münasibət bildirməsək, gələcək nəsillər də bizi bağışlamayacaq. Çünki illərdir, üzr istəyirəm, illərdir bax, bu biganə münasibət davam etməkdədir. Bəli, bugün biz reklamlardan danışırıq. Reklamlar bugün bizim gündəlik həyatımızın tərkib hissəsidir, desək yanılmaz. Biz onları hər yerdə görürük. Şəhərimizin küçə və prospektlərində,
mediada, elektron və çap mediasında, televiziya, radio, mobil tətbiq proqramlarında və demək olar ki, hər yerdə görülür. Rəngarəng, cəlb edici, palitrası ilə yanaşı təəssüf ki, ədəbi dil norma pozuntuları ilə birlikdə. Reklamlarda, elan və afişalardakı çoxsaylı səhvlərin mövcudluğu bu reklam hazırlayanların ana dilinə olan biganə münasibətinin göstəricisidir. Eyni zamanda onların Azərbaycan dili biliklərinin səviyyəsini, eyni zamanda onların dilimizin leksik üslubu, ekspresiv emosional vasitələrindən istifadə etmək bacarığını da göstərir. Luxury, Art Gallery, Penguin Kids, baxın Azərbaycan dilində biz bilirik ki, qoşa 2-3 samitin yanaşı gəlməsi normaya ziddir. Bəs bu xarici dili bilməyən vətəndaşlarımız həmin sözləri necə tələffüz edəcək? Amma biz nədənsə avtoyuma əvəzinə car washing yazırıq, art galeri yazırıq. Bütün bu məqamlar əlbəttə ki, vətəndaş cəmiyyətini narahat edir və Fuad müəllimin timsalında biz arzu edərdik ki, QHT-lərin hər biri bu ictimai qınaqda aktiv iştirak eləsinlər və Azərbaycan dilinə qarşı normaların pozulmasına qarşı yanından ötüb keçməsin. Bu mənim işimdir deyil, keçməsinlər və buna ciddi münasibət bildirsinlər. Reklamların dilində biz orfoqrafiya normalarının çox ciddi şəkildə pozulduğunu görürük. Bu istər imla xətaları ilə bağlı olsun, istər xüsusilə biz marketləri qeyd elədik, sanki bir dəb formasını alıb, insanlar Azərbaycan dili spesifik hərfləri var, İ, Ə, Ü, Ö. Bu hərfləri dəyişib eliblər O, E, I, bu kimi hərflərlə yazırlar və sanki bu da bir norma halını alıb. Və bu həqiqətən də çox ciddi məqamdır. Nə üçün biz, hər birimiz yaxınlaşıb demirik ki, sən niyə bu adı belə yazmısan? Axı bu bizim dilimizdir. Biz niyə buna biganəyik? Hər birimiz yaxınlaşıb münasibət bildirməliyik. Ən azı münasibət bildirməklə onları narahat etməliyik. Onları narahat etməliyik ki, Azərbaycan dilindən siz istədiyiniz kimi istifadə edə bilməzsiniz. Əvvəla bunun dövlət tərəfindən hüquqa əsası olan qanunlarla qorunub. Dövlətimiz həm reklam haqqında qanunla, həm Azərbaycan dili haqqında qanunla bu məsələləri tənzimləyir. Amma bunun bir də mənəvi tərəfi var. Vətəndaşlıq təəssübkeşliyi deyilən bir mənəvi tərəfi var ki, və biz burada bax bu cür tədbirlərlə, maarifləndirmə işləri ilə və cəmiyyəti bu məsələyə və onların diqqətini cəlb etməklə həyəcan təbirini artıq biz illərdir bu işin öhdəsindən gəlməyə çalışırıq. Amma bu, necə deyərlər, tək əldən bir səs çıxmaz və hər birimiz ailədə övladlarımızı tərbiyə edərək, məktəbdə müəllimlər öz şagirdlərini dil mübarizə yetişdirməlidir. Bizim keçən ilki illər təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, məsələn, 47 nömrəli məktəbin müəllimləri bizim fəaliyyətimizlə bağlı öz şagirdlərini bizimlə görüşə gətirmişlər. Və onlar müəyyən dillə bağlı şeirlər və öz fikirlərini səsləndirdikdən sonra biz onlara müraciət etdik və dedik ki, heç nədən çəkinməyin, yaxınlaşın və deyin ki, siz bu sözü düz yazmamısınız. Siz bu ifadəni düzgün işlətməmisiniz və buna siz bizim gələcəyimizsiniz, siz bizim dil mübarizlərimiz olmalısınız. Və bir müddət sonra müəllimə bizə Sevinç xanıma da zəng elədi. Mənə də zəng elədi ki, siz bilirsiniz, nə eləmişsiniz? Uşaqlar məktəbin dəhlizinə lövhə qoyub və orada hər yanlış söz istifadə edən müəllimin adını hər gün oraya yazırdılar. Baxın, təsəvvür edirsiniz mi? Müəllim yaxşı. Və məktəb artıq müəllimlər özlərini nitqlərinə səhvlər verir və bəli, onlar artıq narahat edilir. Və bu bizim uşaqlardan başlayaq, lap bağçalardan başlasın, məktəblərdən başlasın, bütün ictimai qurumlardan başlasın. Artıq biz bir hərəkata necə deyirlər, istiqamət verməliyik. Biz istərdik ki, gənclərin, tələbələr arasında könüllülər cərgələri yaradılsın, ordusu yaradılsın. Mühəndislik Universitetində sözün gücü adlı bir klub, tələbələrin klubu yaradıldı. Və biz örnək olmalıyıq. Gəldik yenə də reklamların dili ilə bağlı. Reklamların dilində, məsələn, bizim orfoqrafik normalardan əlavə leksik normanın külli miqdarda söz və ifadələr var ki, bunlar, məsələn, adi elementardakı qulaqçıq sözü ilə qulaqlıq sözünü fərqləndirmirlər. Axı bunu qulaqçıq bilirik ki, tibb aləmində ürəyin 4 kanalın kamerasından bir sağ və sol qulaqçıq deyil. Amma qulaqlıq isə bizim istənilən telefonlarda və digər vasitələrdə istifadə etdiyimiz bir vasitədir.
və yaxud deyir ki, çöl reklamları. Çöl reklamı nə deməkdir? Çöl reklamı, çöl dilindəki çöl sözünün müxtəlif məna çalarları var. Bayır, dışarı, coğrafi anlamda ola bilən mənalarını bilirik. Amma burada söhbət küçə reklamlarını hazırlayan bir obyektin adından gedir. Çöl reklamı deyil, küçə reklamı olmalıdır. Və digər bu nümunələr sayı çoxdur, biz hesabatda da qeyd eləmişik. Və yaxud bəzən təəssüf doğru ki, biz düzdür, media mənsublarının, aparıcıların nitqində bəzən dialektizmlərə rast gəlirik. Düzdür, dialektizmlər bizim dilimizi zənginləşdirən ən gözəl mənbədir, ən bizim böyük xəzinəmizdir. Amma onun televiziya dilinə gətirilməsi, radio dilinə gətirilməsi, saytlarda biz bu nümunələri görürük. Təəssüf ki, reklamlarda da, açıq məkan reklamlarında da biz bu nümunələrlə qarşılaşırıq. Məsələn, qutu-mutunun bacısı, təcili satılır. Yəni bu formaların işlədilməsi və buna cəmiyyətin biganə yanaşması, bax məsələ bundadır. Məsələ bundadır ki, biz nə etməliyik? Əlbəttə biz bu monitorinqləri aparırıq. Amma hər bir aidiyyəti qurumun, istər reklam agentliyinin, istər hörmətli Fərdə xanım iştirak edir, təmsil etdiyi qurumun və digər aidiyyəti qurumlar biz artıq monitorinqlər aparmaq deyil, bəlkə də cərimələrin tətbiqini Nadir müəllim, Dilçilik İnstitutu olaraq məsələ qaldırmalıyıq. Dövlət qarşısında məsələ. Çünki bizim apardığımız monitorinqlər təcrübəsindən çıxış edərək deyirik ki, artıq cərimələrin tətbiq olunması vacibdir, zəruridir. Çünki bu cərimələr tətbiq olunmasa, biz deyib biz eşidəcəyik. Və yaxud biz cəmiyyəti oyatmalıyıq. Çünki bilirsiniz, biz unutmamalıyıq ki, bu dilin yalnız daşıyıcısı deyil, biz həm də onun ötürücüsüyük. Biz necə onu ötürəcəksə, gələcək nəsillər və bu gələcək nəsillər bildiyimiz bir tənbəl nəsildir. Smartfonlarda yazan, indi də süni intellektin, necə deyərlər, onun xidmətlərindən faydalanan nəsildir. Və biz nə etməliyik? Dilimizi necə qorumalıyıq? Əlbəttə dövlətimiz bu dilin hüquq əsasları var, amma yenə də bir daha deyirəm ki, ciddi addımların atılmasının vaxtıdır. Yəni cərimələr, istər televiziya aparıcıları olsun, istər media nümayəndə, saytlar və digər reklamlarla da bağlı ciddi addımlar atılmalıdır. Televiziya məsələsinə gəldikdə isə biz burada televiziya aparıcılarının nitqində, məsələn, orfoetik normanın pozulması hallarını görürük. Bu, xüsusilə bizim nitqimizə səlislik, intonasiya, gözəlliyi verən vurğu normasının pozulması tez-tez biz müşahidə edirik. Məsələn, Allah verdiyev əvəzinə Allah verdiyev, Əliyev əvəzinə Əliyev, Mehdiyev əvəzinə Mehdiyev və yaxud ərəb-fars mənşəli sözlərin tələffüzü ilə bağlı sima əvəzinə sima, xüsusiyyət əvəzinə xüsusiyyət və bu kimi qəbildən olan biz gündəlik televiziya baxanda artıq biz bir tamaşaçı kimi rahat baxa bilmirik. Oradakı o nöqsanlar bizi narahat edir. Və yaxud televiziyada hər dəfə biz məsələ qaldırırıq, sözün düzü verilişində də, buraxılışında da veririk. Məsələn, titrlar gedir. O titrları da bilirsiniz, göz yaddaşı deyilən bir şey var və bizim gənc nəsil orada olan səhvləri norma kimi qəbul edir. Çox təəssüf olsun ki, norma kimi qəbul edir. Və orada titrlardakı buraxılan səhvlər də çox önəmlidir. Yalnız da aparıcıların nitqi deyil və yaxud aparıcıların, bax biz hər dəfə apardığımız illərdir monitorinqlər əsasən deyirik ki, artıq illərdir, bəlkə 10 illərdir çox zövqsüz bir tamaşaçı kütləsi yetişdirilir. Yəni reyting deyilən bir məfhum nədir? Reyting deyilən. Nə yaxşı mədəniyyət kanalına baxırsınız yəqin ki, mədəniyyət kanalında bir-birindən gözəl maarifləndirici verilişlər verilir. İctimai televiziya Azərbaycan düzdür, deyə bilərsiniz ki, zövqlər müxtəlifdir. Amma bu zövqlərin korlanmasında bilavasitə cəmiyyətin susqunluğu da öz rolunu, öz sözünü deyibdir. Ona görə, məsələn, bir televiziya səhər aparıcılar deyir ki, bir aparıcı deyir ki, külək nəsə bir ifadə işlətdi. Mən yazdım, gördüm, əhəmiyyət vermədilər. Sonra gəldim, həmin verilişin redaktoruna zəng elədim. Deyir ki, biz nəzərə alarıq. Siz təsəvvür edin ki, hər bir səhvə qarşı onların da bütün verilişlərin WhatsApp nömrələri var və canlı əlaqə qura bilirlər. Təsəvvür edin ki, bizim xalqımız, mən hər dəfə qeyd edirəm ki, çox alicənab, qonaqpərvər xalqdır. Amma təəssüf ki, dilinə qarşı da qonaqpərvərliyi aşırı dərəcədə nümayiş etdirir. Biz uşaqlarımızı və özümüzü tərbiyə etməliyik ki, dilimizə qarşı mühafizəkar olmalıyıq. Dilimizi hər vəclə qorumalıyıq. Hətta mən keçən dəfə də qeyd elədim, bir filmin birində demək
tikiş fabrikində çox yararsız halda tikilmiş geyimləri nümayiş etdirirdilər. Yəni həqiqətən də ən keyfiyyətli malı biz xaricdən alırdıq, alverçilərdən alırdıq. Ona görə bu xalqın təfəkküründə formalaşmış bu düşüncə tərzi bu gün alıcılıq qabiliyyətinə təsir edir. Bu gün sahibkarlarımız, bu gün bizim hər birimizin marketlərdə istifadə etdiyimiz ərzaq məhsulları, xarici dillərdə bizə təqdim olunan bütün istehlak mallarının məhz bizim sahibkarlar onları istehsal edirlər. Və bizim sahibkarlarımız bugün tək Azərbaycanda deyil, ondan kənarda da böyük uğurlara imza atırlar. Və bugün cəmiyyətin və ziyalıların birbaşa borcudur ki, o sahibkarlara etimadı bərpa etsinlər. Və bizim Azərbaycan xalqı məcbur olmasın sahibkar ki, mənim xalqım məhz xarici dildə olan məhsullara üstünlük verir. Biz bu illərdə, əvvəlki illərdə aidiyyatı qurumlar tərəfindən elə təkliflər, elə sözlər, elə ifadələr eşitmişik ki, hətta mən heç vaxt yadımdan çıxmaz ki, Dövlət Gömrük Komitəsində Azərbaycana idxal olunan malların istehlak fərqlərinin anlaşılmaması ilə bağlı o dövrdə monitorinq şöbəsinin müdiri olanda biz təlim keçmək istəyirdik, hətta müqavilə bağlamaq istəyirdik ki, Azərbaycana idxal olunan malların ya yarlıq və yarlıqlarını ya da onların hansısa bir formada bizə göndərin. Deməli, nəhayət sonunda adam səlahiyyətli şəxs mənə dedi ki, siz rus dilində izah edə bilərsiniz ki, nə istəyirsiniz. Mən sizi başa düşmürəm. Və biz sonra mənə dedi ki, bizə Azərbaycan dilində təlim keçin. Nəhayət mən gələndə hörmətli Möhsün müəllimə dedim, nəhayət gəlin onda belə eləyək ki, Azərbaycana idxal olunan mallardan biz sizə bir nümunə göndərək, mallardan təsəvvür edin. Mən dedim ki, biz burada hər hansı bir qurumuq, yəni burada bizim malları bura gətirməyə ehtiyac yoxdur. Biz sadəcə sizdən yarlıq istəyirik ki, onların sadəcə içlik vərəqlərinin tərcüməsi düzgün aparılmır. Bilirsiniz ki, Azərbaycanda məsələn biz hər hansı bir malı alırıq, məhsul alırıq, amma ondan istifadə olmur. Bəli, dərman işliyi hər hansı bir məhsulun, məsələn televizora alırıq, mütləq usta gəlib onu quraşdırmalıdır. Çünki içindəki dil ya Çin dilində olacaq, nə bilim, Yapon dilində və s. Yəni bizim anlaya bilmədiyimiz dildə. Buna görə də İstər tərcümə sahəsində olan problemlər, istər televiziyada olan problemlər. Məsələn, biz yenə deyirəm, dublyajların monitorinqini aparanda başa düşdük ki, hər iki dili, ona görə mən dinən burada hörmətli Nəriman müəllimin frazologiya lüğətini xüsusi vurğuladım ki, bu kimi lüğətlərin olması, biz hətta şöbə olaraq bizə o çapa gələndə şöbə olaraq özümüz faydalanırıq. Hər dəfə o ifadələri müzakirə edirik ki, bax, dilimizdə bu frazoloji ifadələr var, nə qədər zəngindir. Və tərcümə prosesində də tərcüməçi, hətta bir dəfə canlı verilişdə bir naşir dedi ki, Azərbaycan dili zəngin deyil. Biz tərcümə edəndə söz ifadə tapmırıq. Mən həmin dəqiqə etiraz etdim ki, sizin tərcüməçiləriniz Azərbaycan dilinə bələd deyillər. Dili dərindən mənimsəyə bilmirlər. Bəzən sözün semantikasını belə anlaya bilmirlər ki, bu söz məzmuna uyğun olaraq necə işlənməlidir. Mən istərdim ki, bax, burada iştirak edən iştirakçılarımız danışsınlar. Yəni, buna artıq biz o dərin masa kimi müzakirəyə verək və hər kəs öz fikrini bildirsin ki, bu məsələni necə etməliyik ki, ictimailəşdirək. Amma onu da demək istəyirəm ki, əvvəlki illərdən fərqli olaraq müəyyən dəyişikliklər var. Biz deyə bilmərik ki, hər bir şey elə. Çünki biz bunu mütəmadi olaraq izləyirik, müşahidələrimizi, təhlillərimizi aparırıq. Televiziyalarda kifayət qədər irəliləyişlər var. Mən çox təəssüf edirəm və bəzən televiziya rəhbərləri deyir ki, biz reytinqə görə, məsələn, mən aparıcılarıma maaş verməliyəm, məvacib verməliyəm, ona görə məcburam. Məsələn, biz mahnılarımızın monitorinqini aparanda nə qədər bayağı ifaçıların səsləndirdikləri mahnıların o tələffüzü ilə bağlı, onların yanaşması ilə bağlı, hətta efir mədəniyyəti, məsələn, biz o bayağı mahnıları gənclərimizin dilindən eşidəndə təəssüf edirik ki, o gənclər o mahnıların sədaları altında rəqs edirlər və bilməyərəkdən, bəzən də bilərəkdən şüuraltı olaraq özlərini də ona sanki hazırlayırlar. Bax, bu kimi məsələlər istər mədəniyyətimizdə, istər reklamlarda, istər televiziyalarda, bütün sahələrdə dilin qorunması və düzgün tətbiqi biz düşünürük ki, çox vacibdir, əhəmiyyətlidir və əziz iştirakçılar, mən istərdim ki, münasibətinizi bildirəsiniz. Buyurun. Buyurun, Elşin. Sizin bu təşəbbüsünüz indi sizdən gəlib, Sadıq fondundan gəlib deyə bilmərəm. Çox gözəl təşəbbüsdür və doğrudan gözəl olmağı ilə yanaşı, yəni bu dilin estetikası ilə yanaşı, milli mənafeyimizə birbaşa dəxli olan məsələ. Biz təxminən bir 15 il bundan qabaq
Akademiya ilə və Mətbuat Şurası ilə birlikdə belə bir böyük bir konfrans təşkil etmişdik. Əflatun Amaşov onda Mətbuat Şurasının sədri idi. Bəli, çox böyük əks-səda doğurdu. İndi deputat olan bir neçə jurnalist orada çox fəallıq göstərdi. Amma təəssüf ki, o fəallıq elə o konferansdan çıxandan sonra yaddan çıxdı getdi. Deyilən bütün sözlər hamısı havaya uçdu. Nəticə mən elə hesab edirəm ki, 0 oldu. Elə biz danışdıq, özümüzü tənqid elədik. Bununla da məsələ bitdi getdi. Amma sizin bu fəaliyyətiniz zamanı, bu komitə olanda, elə indi də mən görürəm ki, müəyyən təsir rıçaqlarına malikdir və müəyyən işlərin düzəlməyi müşahidə olunur. Televiziyalarda xüsusən o monitorinqlərin keçirilməsi televiziyaları bir balaca elə bir tərpətdi. Mənim yadımdadır, ATV televiziyasında bir xanıma mən başa sala bilmədim ki, Seva, Nastroyenion necədir, efir sözü deyil. Elə dedi ki, biz belə danışırıq da, nə olacaq ki, belə danışanda, Nastroyenion deyirik da. Mən o xanıma dedim ki, siz bilin ki, bizim televiziyalarımızın auditoriyası bu Azərbaycanla bitmir. Bəli, burada hamı Nastroyenion nədir bilir. Amma bir 30 milyon adam bizə İranda baxır, Türkiyədə baxırlar. Onlar bilmirlər Nastroyenion nədir. Yəni, bu məsələlər xırda məsələlər deyil. Biz birinci növbədə öz televiziya verilişlərimizdə, hətta YouTube'da, o başqa platformalarda televiziyaya bənzəyən fəaliyyət göstərərkən, Cənubu və yaxın şərqdə yaşayan türk dilli xalqları nəzərə almalıyıq. O bizim ən başlıca qayəmiz olmalıdır. Bu 10 milyon bizimdir. Bu heç bizim dilimizdə danışılır. O biriləri də biz dilimizə və millətimizə qazandırmalıyıq. Onları bizim o cızdığımız platformadan kənara çıxmağına yol verməməliyik. Onlar 5 dənə fars sözü işlədirlər. 5 dənə biz rus sözü işlədəndə avtomatik dildə ayrılma başlayır. Bir-birlərini anlamamaq halları baş verir. Ona görə də bu monitorinqi mən həm dilimizin estetik və elmi səviyyədə qorunması üçün, həm də bu siyasi bir məsələ olaraq millətimizin bütövlüyü uğrunda görülmüş bir iş adlandırıram, hesab edirəm. Reklamlara gəldikdə isə mən Seviz xanımla bir qısa müddət bir yerdə işlədim. Mənim də bir sahim var idi. Deməli, mən bu iaşə obyektlərin, restoranların monitorinqini edirdim. İnanın ki, orada elə biabırçı hallara rast gəldim ki, daha deyə bilmirəm onu. Məsələn, ümumiyyətlə mən anlaya bilmirəm. Əhd dünyası nə deməkdir? Əhdin də dünyası olur. Mən görmüşəm bu yaxınlarda maşınla gidəndə görünməyəcəm. Ehtiyat hissələri dünyası. Elə hər şeyin dünyası olar. Yaxud reklam lövhələrinin... Evlərə baxmırsan, kitab evi, Deməli, təkər evi. bizi mən qınamıram. O müəssisə adından göründüyü kimi bu ehtiyat hissələri yaxud bu maşın təmiri ilə bağlı. Burada işləyən adamların intellektindən mən tam böyük bir səviyyə gözləmirəm. Ancaq ona baxan insanlar var, o obyektlərin sahibləri var. Götürüb adı bir kislə, qırmızı kraska ilə, rənglə, boyu ilə qapının üstünə yazıb Svarka, radiator şık. Buna da bax, belə şeylər. Sonra bu lövhələrin özlərinin estetikası zəifdir. Bir də görürsən, xaricdə baxırsan reklama adamın gözü gülür. Bizdə bir dənə belə taxta parçasını götürürlər. Laf o adın özü yaxşı olsa da onun yazıldığı reklam özü keyfiyyətsizdir. Bu reklama getdiyi nəyə baxır? Bir adam əgər bir müəssisə açırsa, 10 min, 15 min, 100 min maya qoyub ora mal gətirirsə, 200 manat verib bir qəşəng reklam yazdıra bilməz. İnsanların gözün, üzr istəyirəm, sevindirə bilməz. Yəni ki, mədə reklamla bağlı, mən hesab edirəm ki, bu sizin təşəbbüs, nəinki Sabir fondunu, nəinki Dilçilik institutunu, bütün vətəndaşların cəmiyyətin olmalıdır. Hamı bu işdə canı dildən iştirak eləməlidir və yeri gəlmişkən, mən Nadir müəllimin icazəsi ilə
o konferansın bir daha təkrar olunmasını arzu edirəm. Deyirəm ki, Mətbuat Şurası ilə, Sabir Fondu ilə, monitoriklə məşğul olan təşkilatlarla birlikdə Nadir müəllim, İnşallah. növbəti iş ilində bir konferans daha təşkil edək, cəlb edək bu sahədə çalışan insanları və Dilçilik İnstitutunun da, monitoring qrupunun da böyük fəaliyyəti ilə öz nətər deyirlər, əlimizdən gələni eləyək, biz də öz çiynimizi verək yükün altına. Fransız yazıcısı Alphonse Daude'nin sonuncu dərs hekayəsi var. Mənim üçün dil haqqında yazılmış ən gözəl hekayələrdən biridir. Və orada deyir ki, nə qədər ki, əsarət altına alınmış xalq öz dilini qoruyub saxlaya bilirsə, o sanki öz zindanın açarlarını üzərində saxlayır. Biz uzun müddət belə olmuşuq. İstər Çar Rusiyası dövründə, ondan sonra Sovet hakimiyyəti dövründə bizim dilə qarşı çox güclü təzyiqlər olubdu. Ancaq xalqımızın böyüklüyü, möhtəşəmliyi bu dili qoruyub saxlamağa imkan verirdi. Və nəhayətdə biz müstəqil olmuşuq, dilimizə sahib çıxmışıq. Mənim indi işlədiyim ərazi işğaldan azad olunmuş ərazilərdədir və elə mövzə uyğundur. Bizim ərazimizdə açıq məkandır. Orada da Su Qovuşan İstirahət Parkı. Orada da açıq məkanda 7 hektar yarım ərazidə məlumat verici nişanlar var, reklam lövhələri var. Eyni zamanda bizim ərazimizdə 3 qədim kilsə var, Alban abidəsi var, 6, 12, 19-cu əsrlərə aid kilsələr var. Xüsusən də bizim ərazimizə çox saylı turistlər gəlirlər, Xaricdən, Rusiyadan, bizim qardaş dövlətlərdən gəlirlər. Və çox yaxşı bir haldır ki, mən başqa ölkələrdə olanda, xüsusən Rusiyada olanda bizim dilə maraq yox idi. Bəzən mən Ruslarla bunun mübahisəsini aparırdım ki, onlar dedilər ki, siz niyə bizim dili yaxşı bilmirsiniz? Mən dedim, siz bizim dili niyə öyrənmirsiniz ki? Amma indi bir qalib dövlət olaraq bütün dünya dövlətləri bizim dili öyrənməyə maraqlıdırlar. Cəhd edirlər. Oraya gələn mən turistləri, orada bir dənə Rus turist buraxmıram ki, o Qarabağ Azərbaycandır deyib getməlidir. Bizim həyətimizdə Angel bağça var idi, onu köçürürdülər, lisey edirdilər. Mən yaxınlaşdım, dedim ki, siz bunun adını Angel qoyacaqsınız. Dedi ki, bəli. Dedim ki, olar ki, bunu Azərbaycan dilində səsləndirəsiniz. Ben yaxınlaşdım, gördüm ki, ora uşaq bağçasına çiçək adı veriblər. Uşaqların geyimlərində də çiçək və dedilər ki, Sevinç xanım, biz sizin istəyinizi, təklifinizi çatdırdıq, sahibkar da ondan razılaşdı. Və hörmətli Gülara xanım da düz deyir ki, biz yaxınlaşıb etirazımızı bildirməliyik. Biz etirazımızı bildirəndə də şəxsən mən, məsələn, ağamsa mənim rəhmətli deyirdi ki, hansı lövhədə, yazıda səhv görürsünüzsə, kimin nitqində səhv görürsünüzsə, yaxınlaşın və bildirin. Bu sizin vicdan, dilçi kimi borcunuzdur. Biz də hesab edirəm ki, Nadir müəllim, bir daha sizə təşəkkür edirəm ki, bu şəraiti yaratdınız, müzakirəni keçirdik və bu çox əslində əhəmiyyətli, gecikmiş deməzdim. Amma bir məsələni də deyəcəm ki, çox üzr istəyirəm, bizim evimizdə də övladlar böyüyürlər. Mən görürəm ki, onlara vaxtında biz müdaxilə etməsək, onların nitqinə müdaxilə etməsək, bizim uşaqlarımızı danışmaq üçün biz şərait yaratmırıq. Ata deyir ki, yorulmuşam, get ananla danış, ana deyir ki, işdən gəlmişəm, get atanla danış. Bizim övladlarımız mor deyirlər, bənövşəyi rəngi tanımırlar, pəmbə deyirlər, çəhrayı rəngi tanımırlar. Və bugün biz bu səhvləri düzəltməsək, sabah onlar bizə deyəcəklər ki, siz bizə hansı dili ərmağan etmişsiniz, yəni miras qoymusunuz ki, indi bu dilin qorumamağı üçün bizi günahkar hesab edirsiniz. Yenə də qeyri-hökumət təşkilatının təmsilçisi olaraq Fuad müəllim dilin qorunması üçün mən illərlə bunu şahidiyəm ki, həmişə təəssübkeşlik daşıyır və mən bir daha sizə təşəkkürümü bildirirəm. Bu işdə zəhməti keçən insanların hər birinə dərin minnətdarlığımı bildirirəm. Əslində dili qorumaq üçün, dili müzakirə etmək üçün təşəkkürə ehtiyac yoxdur. Bu bizim mənəvi vətəndaşlıq borcumuzdur. Amma yenə də bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm ki, bu vaxtınızı sərf edib müzakirədə iştirak edin.